Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu şəkildədir. Telefonum nəcis olub. İstər siliklə nəcis olsun, istər məsələn üstünə qan düşsün və yaxud nəcis olub. Onu necə paklaya bilərəm? Onu da qeyd eləyim ki, sual verən deyir ki, onu da qeyd eləyim ki, əgər telefonuma su dəysə, telefonum xarab olacaq. Cavab bu şəkildədir. Cihazların paklanması digər əşyaların paklanması kimidir. Yəni, bir dəfə su ilə yuyulmalıdır. Üzür nə olursa olsun, istər xarab olacaq, xarab olmayacaq. Əgər paklamaq istəyirsənsə, bir dəfə su həmin telefona dəyməlidir. Yəni, sudan başqa heç bir şeylə həmin o nəcis olmuş cihazın paklanmır. Yaxşı, bəs neyniyim? Əgər neynirimi soruşsansa, cavab bu şəkildədir ki, paklanmaq əməliyyatı namaz üçün, istər paltar olsun, istər bədən olsun, namaz üçün vacib olur ki, həmin o paltarda namaz qılasan və yaxud o bədəndə namaz qılasan. Onun üçün vacibdir. Amma ondan qeyrisi üçün o paklanma vacib deyil. Yəni, istəsən telefonu paklamadan istifadə eləyə bilərsən. Amma diqqət ediləsi məsələ odur ki, rütubətli halda hər hansı başqa bir şey, istər əlin olsun, istər paltarın olsun, başqa bir cihaz ona dəysə, nəcis olduğuna görə həmin ona dəyən də nəcis olacaq. Yəni, heç başqa yolu yoxdur. Yolu odur ki, qabın aç, qabın dəyiş, qabın yu və yaxud bu şəkildə istifadə eləyə bilərsən. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.